Allah haqqı o qədər ağlamışam bunu yaza. Adamın yaşı keçir, bilmirəm nədirsə mənim də taqətim yoxdur. Fəəqbələ əmirul müminin musri'an hatta dəxələ aleyha. Deyir, Əli qaça-qaça gəldi, qaça-qaça. Qaça-qaça gəldi, Fatimənin otağına daxil oldu. İmam Zaman ağa məni bağışlasın deyə gördü, elə qovrulur yerdə Fatimə. فألقى الرضاع عن عاتقه والإمامة عن رأسه. Bir çıxartdı, əbasını atdı, əmmaməsini çıxartdı, qoydu kənara. Diz üstə oturdu Əli. Yerdən götürdü Fatimənin başını, çəkdi, qoydu dizinin üstünə. Fənada ya Zəhra, çağırdı ya Zəhra. Fələm tükəllimhu, danışmadı, cavab gəlmədi. Çağırır Əli, çarəsiz, adamsız. Fənada ya bint-i Rəsulillah, yenə çağırdı, ay Peyğəmbərin qızı. Fələm tükəllimhu, yenə cavab gəlmədi. Həmin Xeybər qalasının qapısını yerindən çıxardan Əli o qədər zəifləyib bütün gücünü topladı. Yazır, bütün gücünü topladı. Fənada ya Fatimə, uzadan nida elədi, ya Fatimə kəllimini, danış mənimlə, danışdır məni. Fatimə, mən bu yaşa qədər heç kimə yalvarmamışam. Nə olar, yalvarıram, danışdır məni. Danış mənimlə, ölməyim mən, ölməyim. Kəllimini, danışdır. Bilirsən kimdir səni çağıran Fatimə? Mənim ümidim sənsən. Cavab vermək istəmirsən mənə? Bilirsən kimdir səni çağıran? Fəənə ibn əmmikə Ali ibn Əbi Talib, sənin əmin oğlu Əlidir səni çağırır. Bunu deyir, eşidəndə Əlinin adın. Yazır, və fəfətəhət əynəyha və nəzərət iləy. Bir gözlərini açdı, baxdı Əliyə. Bu söz adamın ürəyin parçalayır. Və bəkət və bəka, deyir, xanım da ağladı, ağa da ağladı. O buna baxır, ağlayır, bu ona baxır. İkisi də ağladı. Göz yaşı içində dedi, əlvida Əli, mən gedirəm. Və huvə yevmul firaq, Əli ayrılıq günü gəldi. Ayrılıq günü çatdı. Elə o vaxta baxdı, dedi, ibkili və bikilil yətama, Əli indi ağla mənə, ağla yetimlərimə. Əli ağla, ürəyim partlayacaq, yoxsa ağla. Bütün yetimlərimə ağla, amma hamısı bir tərəfə. Və qətilə bitəffil İraq, Hüseynə ağla, Hüseynimə ağla. Kərbəlada susuz öldürülənə ağla. Seyid oxuyacaq, mən bir şey deyim ki, ağlaya bilmirdi doyunca evdə. Əli ağlaya bilmirdi Fatimiyə. Gözləyirdi uşaqlar yatsın, yenə də ağlayanda oyanıb yuxudan gəlirdilər, dövrəsini alırdılar, ağlayırdılar. Səlman deyir, mən də ağlayanmirdim doyunca. Dedim, gecə düşsün, çıxın bir şəhərdən, doyunca uzadan ağlayın Fatimiyə. Bir gecə düşdü, çıxdım şəhərdən, getdim Xurmalığa, Nəxlistana. Bir yer tapdım, oturam, ya Zəhra deyəm, ağlayam, gördüm kimsə məndən əvvəl gəlib. Gördüm bir qərib adamdır, bir məzlum adamdır, dizlərini qucaqlayıb, yana-yana deyir, ya Zəhra. Boylananda gördüm, o məzlum Əli idi, o adamsız Əli. Uşaqları yuxuya verəndən sonra çıxıb şəhərdən gəlib Fatiməsinə ağlaya, ələ lənətullah, ələl qov.